Avtomobil alarkən nəqliyyat vasitəsini öz adınıza rəsmləşdirmək istəyirsiniz, yoxsa etibarnamə ilə idarə edirsiniz? Əməkdaşlarımız növbəti materialda bu suala cavab tapmağa çalışıblar. Məlum olub ki, davamını növbəti reportajımızdan biləcəksiniz. Bir çox hallarda avtomobillər sahibləri tərəfindən deyil, etibarnamə əsasında idarə olunur. Bəzi sürücülər üçün bu müvəqqəti çıxış yolu sayılsa da, hüquqi məsuliyyət məsələsində müəyyən suallar ortaya çıxır. Avtomobili sürücülər öz adına rəsmiləşdirmək əvəzinə niyə hələ də etibarnaməyə üstünlük verirlər? Məsələn, qardaşım yoxsa yoldaşım oturur maşını sürmək istəyir. Ona da lazımdır etibarnamə, nə bilim, nə yazmaq. Amma straxovkada varsa o davəriniz lazımdır. Yığışdırsalar yaxşıdır. Etibarnamə ehtiyac yoxdur axı. Mən alan kimi öz adıma keçirdirəm. Götürdü, apardı maşını, bir qəza törətdi. Maşın kimin adınadır? Sənin adıma. Sən gedirsən, o adam düşüb çıxıb gedəcək. Göründüyü kimi sürücülərin fikirləri fərqlidir. Bəs məsələ ilə bağlı ekspertlər nə düşünür? Mütəxəssislər bildirirlər ki, etibarnamə avtomobili idarə etmək imkanı versə də, mülkiyyət hüququnu dəyişmir. Bu isə problemlərə səbəb ola bilər. Həmin sərəncam hüquqlu etibarnaməni adam əldə eləyir, avtomobili sürür, fikirləşir ki, bir il vaxtım var. Bu bir il müddətində rahat öz adıma keçirərəm, başqa bir kiminsə adına keçirərəm filan. Və bir gün yaxınlaşanda ki, avtomobili keçirsin kiminsə adına, deyirlər ki, bunun üzərində həbs var. Keçirə bilmərsən, məhdudiyyət qoyulubdur. Etibarnamə ilə avtomobil idarə etmə ilə həmişə çox olubdur. Ekspert deyir ki, etibarnamə ilə avtomobildən istifadə hallarının çox olması ölkədəki nəqliyyat vasitələrinin sayının artması ilə bağlıdır. Amma buna baxmayaraq, mütəxəssislər uzun müddətli istifadə zamanı avtomobilin rəsmi qaydada şəxsin öz adına keçirilməsini tövsiyə edirlər. Şamilə Şamil qızı, Elvin Qəhrəmanov, ASTV Xəbər.